Salam olsun bu videonu izleyen her bir kəsə. 1992-ci ilin may ayında bədnam qonşularımızın hücumları zamanı Laçın rayonunun sakinləri öz doğma yurt yuvalarından məcburi köçkün salınırlar. Doğma yurt yuvalarını məcburən tərk edən Laçın sakinlərinin qarşısını yolda ermənilər kəsir və orada qucağında 3 yaşında körpəsi bir cavan gəlin olur. Ermənilərin əlinə əsir düşməmək üçün öz namusunu qorumaq naminə qucağında da 3 yaşlı körpə balası həmin gəlin özünü qayadan atır. Və Azərbaycanımızın dəyərli şairlərindən olan Gileyli bəylər bu haqda bir şeir yazır. Dağlar o gözələ saxlasın yası, çırpıldı daşlara ömrün aynası, qucağında 3 yaşında balası, nə arzuya yetdi, nə kama çatdı, bir gəlin özünü qayadan atdı. Qəzəbdən çağladı dodağı, dili, bircə körpəsi idi qəmi, niskili, kişi qeyrətinlə eller gözəli, ox olub düşmənin gözünə batdı, bir gəlin özünü qayadan atdı. Bir kimsə yetmədi haya, ağladı, döndü göz yaşları çaya, ağladı, baxdı fəlakətə, qaya ağladı, dərələr yas tutdu, matəmə batdı, bir gəlin özünü qayadan atdı. Bax yurdum, bax elin faciəsinə, satqınlar tarixi yazdı tərsinə, ana fəryadına, körpə səsinə, qartal da zirvədə qaşını çatdı, bir gəlin özünü qayadan atdı. Güllələr bağrını şan-şan eylədi, ellər gözəlini candan eylədi, namusunu özünə qalxan eylədi, qanlı şəhidlərin qanına qatdı, bir gəlin özünü qayadan atdı. Mərmilər yandıqca yan yörəsində, qəzəbdən yanırdı ürək köksündə, düşmən çata-çatda son nəfəsində, yürüb qayanın başına çatdı, bir gəlin özünü qayadan atdı. Gileyli bəylərin ağladı sazı, qarlı qışa döndü ömrünün yazı, dağların qoynunda o dağlar qızı, özünə dağ boyda heykəl ucaltdı, bir gəlin özünü qayadan atdı, qanını şəhidlərin qanına qatdı, bir gəlin özünü qayadan atdı. Baxın görün bədnam qonşularımız bizim məzlum, günahsız xalqımıza nə zülümlər eləyiblər və o xanımın qeyrətinə qurban olum ki, namusunu qorumaq naminə həyatda insan üçün ən dəyərli varlıq olan övladı da qucağında hələ həyatı yenicə dərk eləmiş 3 yaşlı körpəsi qucağında özünü qayadan atır, canına qıyır, amma namusunu qoruyur.